Herkese salam. Mövzumuz natural ədədlərdir. Bu izah videosudur uşaqlar. Bundan sonra dim test toplusunun natural ədədlər mövzusunun test izahı gələcək. Çalışacağım ki, imtahana kimi mütəmadi olaraq bütün mövzuların və bununla yanaşı dim test toplusunun izahlarını çəkim, kanala yerləşdirim. Əgər imtahana hazırlaşırsınızsa və heç bir müəllim yanına hazırlığa getmirsinizsə, mütləq kanalı izləyin. Mənimlə birlikdə imtahana hazırlaşın. Əgər yox deyirsə ki, mütləq başımın üstündə müəllim olmalıdır, o zaman onlayn dərslərimizə qoşula bilərsiniz. İndi isə başlayaq dərsimizə. İlk öncə rəqəmlərdən danışaq. Nədir rəqəmlər? Ədədləri yazmaq üçün istifadə etdiyimiz simvollardır. 10 dənə rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10 dənə rəqəmimiz var. Yəni, ədədləri yazmaq üçün biz bu rəqəmlərdən istifadə edirik. Məsələn, 76 bu ədəddir. Bu ədədi yazmaq üçün biz hansı rəqəmlərdən istifadə etmişik? 7 və 6 rəqəmindən istifadə etmişik. Bəs yaxşı natural ədədlər nədir? Natural ədədlər tərif əslində çoxdur. Məsələn, bunu deyə bilərik ki, saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir və yaxud da əşyaları saymaq üçün gündəlik həyatımızda istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Yəni, gündəlik həyatımızda biz daha çox natural ədədlərdən istifadə edirik. Natural ədədlər çoxluğu N hərfi ilə işarə olunur. Böyük N hərfi ilə işarə olunur. Deməli, N bərabərdir. Natural ədədlər uşaqlar birdən başlayır, sonsuzluğa doğru gedir. Yəni, sonsuz saydadır. 1, 2, 3 və s. Sonsuzdur natural ədədlər çoxluğu. Və bunu da yaddan çıxarmayın ki, qarışdırmayın. 0 natural ədəd deyil. Yəni, natural ədədlər birdən başlayır. 0 natural ədəd deyil. Ən kiçik natural ədəd 1-dir. Natural ədədlərin cəmi olsun, hasili olsun, qüvvəti olsun, həmişə naturaldır. Məsələn, 2 dənə natural ədəd götürək, 7 ilə 5 götürək. 7-ni 5-ə vuranda 2 dənə natural ədəddir. Nə alınır? 35 alınır. 35 də natural ədəddir. Və yaxud da cəm götürək. Məsələn, bunları cəmləsəm, 7 ilə 5-i cəmləsək olacaq 12. Yenə natural ədəd alındı. Amma natural ədədlərin fərqi olsun, nisbəti olsun, bunlar hər zaman natural ədəd ola bilmir. Məsələn, 8 bölünsün 2. İkisi də natural ədəddir. Bunları bir böləndə 4 alınır. 4 də natural ədəddir. Bəs yaxşı, tutaq ki, 2 bölü 8 olsaydı, bu zaman isə bu natural ədəd olmaz. 2-ni 8-ə böləndə tam bir ədəd alınmır. Yəni, natural ədəd alınmır. Ona görə deyirik ki, natural ədədləri bölünməsi, yəni natural ədədlərin nisbəti hər zaman natural ədəd deyil. Eləcə də bu fərqə də aiddir. Yəni, 6 çıxılsın 2 bərabərdir 4. İkisi də natural ədəddir. Bunların fərqi də natural ədəd olacaq. Amma məsələn, bunların yerini dəyişsəm 2 çıxılsın 6. Bu amma 4 eləmir, mənfi 4 eləyir. Mənfi 4 natural ədəd deyil. Ona görə deyirik ki, natural ədədlərin fərqi, nisbəti hər zaman natural ədəd deyil. Sonra ən böyük bizdən qabağımıza çıxır test tapşırıqlarından soruşur ki, ən böyük məsələn 3 rəqəmli natural ədəd. Ən böyük 3 rəqəmli natural ədəd, ən böyük bildiyimiz rəqəm hansıdır? 9-dur. Yəni, 3-ü də 9 olacaq. 999. Bu, ən böyük 3 rəqəmli natural ədəddir. Ən böyük 4 rəqəmli natural ədəd desə, 9999 və yaxud da 5 rəqəmli desə, 99999. Yəni, 9-lardır. Ən kiçiyini sorursa, bu ən böyükdür. Ən kiçiyini sorursa, uşaqlar, ən kiçik bildiyimiz rəqəm hansıdır? 0-dır. Amma 0 ilə başlayan ədəd olmadığına görə 1 yazacağım. 1, digərləri də 0 olacaq. Bu, ən kiçik 3 rəqəmli natural ədəddir. Ən kiçik 4 rəqəmli natural ədəd desə 1000, 5 rəqəmli desə 10.000, bu şəkildə davam edir. Əgər bizə desə ki, rəqəmlərin müxtəlif olan natural ədəd, burada artıq işlər dəyişir. Rəqəmləri müxtəlif olan, məsələn, birinci başlıq 3 rəqəmli soruşur bizdən. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli natural ədəd. Burada yerlərini qoyacağım. Deməli, bu ədəd 3 rəqəmlidir və ən böyükdür. Birinci rəqəmimiz nə olacaq? 9 olacaq. Amma ikinciyə 9 qoymayacağım. Çünki burada deyir, rəqəmləri müxtəlifdir. Ona görə burada 8 qoyacağım. 9 ilə 8-i qoyduq. Hansı qaldı? Böyük rəqəmlərdən 7 qaldı.
Deməli, bu ən böyük rəqəmləri müxtəlif olan 3 rəqəmli ədəddir. 4 rəqəmli desək, rəqəmləri müxtəlif olan 4 rəqəmli ədəd ən böyükdən söhbət gedir. Yenə birinci yerə 9, 8, bura 7 qoyacam, burada 6 qoyacam. Olacaq 9876. Bu rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəddir. Ən kiçik desəm, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli natural ədəd. Birinci yerə təbii ki də 0 qoya bilmərik. 0 ilə başlayan ədəd yoxdur. 1 qoyacam bura. İkinci yerə artıq 0-ı qoya bilərəm. Üçüncü yerdə 0 qoymayacaqsınız. Çünki burada rəqəmlər müxtəlifdir. 1 də qoya bilmərəm. Hansı qaldı ən kiçik rəqəmlərdən? 1 ilə 0-ı çıxsaq 2 qaldı. Burada 2-ni yazacağam. Olacaq 102. Yəni bu rəqəmləri müxtəlif olan ən kiçik natural ədəddir. Əgər desə 4 rəqəmlidir bu, yenə birinci yerə 1 yazacağam. Sonra 0 yazacağam. Burada 2 yazacağım. Burada daha nə qaldı? Kiçik rəqəmlərdən 3 qaldı. 3 yazacağım. Bu da rəqəmləri müxtəlif olan ən kiçik natural ədəddir. Bu belə. Buna aid bir misala baxaq. Misalda belə deyir. Rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədədlə rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədədin fərqini tapın. Deməli, rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədədlə rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli ədəd. Ən böyük 4 rəqəmli ədədimiz bayaq yazdıq belə 9876-dır. Bəs ən kiçik 3 rəqəmli ədədimiz isə 102-dir. Rəqəmləri müxtəlif olan. Bunların fərqini istəyirsə bizdən, bunları da çıxsaq eləcək 9774. İndi isə uşaqlar, mərtəbələrdən danışacaq. İxtiyari bir ədəd yazaq. 7932. Sondakı təkliklər mərtəbəsidir. Onluqlar, yüzlüklər, minliklər, əgər davam eləsə, 10 minliklər, 100 minliklər, milyonluq, 10 milyonluq və s. bu şəkildə gedir. Sağdan başlayaraq sola doğru. Testdə qabağımıza çıxır bu kimi suallar. Deyir ki, bu ədəddə neçə dənə təklik var? Təklik 1 götürün uşaqlar. 1-də 0 yoxdur ki. Aha. 0 yoxdursa, deməli heç nə silməyəcək. Yəni bu ədədin hamısını götürürük. Yəni bunu başqa cür belə də demək olar ki, bu bir puldur. Deyir, bunda neçə dənə təklik var? Yəni neçə dənə 1 manatlıq var? Elə özü qədər 1 manatlıq var da. Yəni 7932 dənə 1 manat var tərkibində. Ona görə də hamısını götürürük. Neçə təklik olduğunu soruşursa, hamısını götürürük. Desək ki, neçə dənə onluq var? Onluqda bir dənə 0 yoxdur. Sonundan bir rəqəmi siləcəksiniz. Oldu nə qədər onluq var? 793 dənə onluq var. Sonra desə neçə yüzlük var? Yüzdə 2 dənə 0 var, düzdürmü? Sondan 2 dənə rəqəmi siləcəyik. Oldu 79. Deməli, bunun içərisində neçə dənə yüzlük var? 79 dənə yüzlük var. Sonra məsələn desə, neçə dənə minlik var? Mində 3 dənə 0 var. Ona görə də 3 dənə rəqəmi siləcəm burada. Deməli, bunun içində neçə dənə minlik var? 7 dənə minlik var. Doğrudan da 7932 manatınız varsa, bu 7932 manatda neçə dənə 1000 manat var? 7 dənə 1000 manat var. Yəni, belə də başa düşə bilərsiniz. İndi isə uşaqlar, yenə 7932 ədədini götürürəm. Deməli, təklik, onluq, yüzlük, minlik. Bu minliklər mərtəbəsidir. Minliklər mərtəbəsindəki rəqəmimiz 7-dir. Mən bunu parçalayıram. Belə yazacağam. 7 vurulsun 1000. Üstə gəlinsin. Deməli, bura yüzlüklər mərtəbəsidir. Bunu da yazacağam. 9 vurulsun 100. Üstə gəlinsin. Bu onluqlar mərtəbəsidir. Bunu yazacağam. 3 vurulsun 10. Üstə gəlinsin. Bu təkliklər mərtəbəsidir. Bunu da 2 vurulsun 1 kimi yazırıq. Amma daha o 2-ni də 1-ə vuranda 2 eləyir. Daha o 1-i yazmıram. Bunu parçaladım. Bu şəkildə yazdım. Buna deyilir natural ədədlərin mərtəbə toplananlarının cəmi şəklində yazılışı. Yəni, biz bunları vursanız, toplasanız hamısını 7932 alınacaq. Başqa bir ədəd götürürəm. 543 götürürəm. Gəlin bunu parçalayaq.
Deməli, təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsindəki rəqəmimiz 5-dir. Yazıram 5 vurulsun 100. Üstə gəlsin. Onluqlar mərtəbəsindəki rəqəmimiz 4-dür. Yazıram 4 vurulsun 10. Üstə gəlsin. Sondakı təkliyimizdir. Üstə gəlirəm 3. Yəni bunları vurub toplasanız 543 alınır. Parçaladıq bunu. İndi bunu nəyə görə dedim? Birinci ədəd üzərində izah edeyim. Sonra hərflərlə veriləndə onları necə açırıq deyəcəm. İndi bizə hərflərlə verəcək. A, B, C, D üstündə xət. Uşaqlar, bu üstündə xət nə deməkdir? Üstündə nəyə görə xətti çəkilir? Bunu qarışdırmayasınız deyə. Məsələn, əgər üstündə xətti çəkməsəydilər, belə versəydilər, bu nə deməkdir? Bunlar arasında əslində vurma var deməkdir. Yəni A vur, B vur, C vur, D-dir. Üstündə xətt o deməkdir ki, yəni bunlar bir-birinə vurulmayıb. Bu 4 rəqəmli ədəddir. Ona görə üstünə xətt çəkirlər ki, yəni bunu ayırd edə bilək. Bu 4 rəqəmli ədəddir. İndi biz bunu açsaq, parçalasaq bayaq kimi, bayaq rəqəmlər üzərində, ədədlər üzərində izah edim. İndi hərflərlə verib. Təklik, onluq, yüzlük, minlik. Deməli, A minliklər mərtəbəsində yazacağam. A vurulsun 1000. Üstə gəlinsin. B yüzlüklər mərtəbəsindədir. Yazacağam B vurulsun 100. Üstə gəlinsin. C onluqlar mərtəbəsindədir. Yazacağam C vurulsun 10. Üstə gəlsin. D də təkliklər mərtəbəsində D. Bunu biraz səliqəli şəkildə yazaq. Yəni A vurulsun 1000 kimi yazmayacağam. 1000 A. Üstə gəlinsin 100 B. Üstə gəlinsin 10 C. Üstə gəlinsin D. Bu şəkildə yazacağıq. Yuxarıdakının heç bir fərqi yoxdur ya. Sadəcə burada yerlərini dəyişdim. Bir də arasındakı vurma işarəsini qoymadım. Sonra belə verilib A, B, C üstü xətt. Yəni bu 3 rəqəmli ədəd deməkdir. Təklik, onluq, yüzlük. A yüzlüklər mərtəbəsində yazacağam 100 vurulsun A. Üstə gəl. B onluqlar mərtəbəsindədir. Yazacağam 10 vurulsun B. C təkliklər mərtəbəsində yazacağam C. Bu da bunun açılışı. Sonra A, B üstü xətt. Bu da necə olacaq? A onluqlar mərtəbəsindədir. Yazacağam 10 vurulsun A. B də təkliklər mərtəbəsindədir. Bunu da yazacağam B. Əgər uşaqlar belə verilibsə A, 3 dənə A üstü xətt. Bu sizi çaşdırmasın. Yəni 3 dənə rəqəmidir, üçü də eynidir. Bunun açılışı necə olacaq? Deməli, bu A yüzlüklər mərtəbəsindədir. Yazıram 100 vurulsun A. Üstə gəlinsin. Bu A onluqlar mərtəbəsindədir. Bunu da yazıram 10 vurulsun A. Sonuncu A-mız da təkliklər mərtəbəsindədir. Yazıram A. Və bunun üçünü də toplasaq 100A üstə gəl 10A eləyir 110A. 110A'nın da üstünə bir dənə A-nı gəlsək 111A. Açılışı belədir. İndi yadınızda saxlaya bilirsiniz. Yəni belə yadınızda saxlayın. Əgər nə qədər A varsa, o qədər 1 yazırsınız. Yəni 111A. Yəni belə olsaydı A üstü xətt. Yəni bir də bunu açmadan belə yadınızda saxlayın. Bu 11A deməkdir. 11 vurulsun A. Məsələn 4 dənə eyni hərfdirsə, bu 1111 vurulsun A deməkdir. İndi isə uşaqlar, yəni aralıqlardan danışaq. İlk öncə belə deyim. 3, 7. Belə bir aralıq götürürük. Bu açıq mötərizə deyirlər buna. Bu nə deməkdir? Məsələn, sualda deyəcək ki, bu aralıqda neçə dənə natural ədəd var? Uşaqlar, burada 3 ilə 7-nin özünü götürməyəcək. Bu 3 ilə 7 arasındakı ədədləri istəyir bizdən. Yəni bu açıq mötərizədə siz burada 3 ilə 7-nin özünü götürmürsünüz. Sadəcə bunlar arasındakı ədədləri götürəcək. Hansılardır bunlar? 4, 5, 6. Yəni 3 ilə 7 arasındakı ədədlər bunlardır. Bu aralığın tərkibindəki ədədlər, natural ədədlər bunlardır. 3 dənə ədəd oldu. Yazıram bura 3 dənə ədəd. Sonra 5 ilə 10. Bu aralıqda deyir natural ədədlərin sayını tapın. İlk öncə həmin ədədləri tapaq. 5-10 arasındakı ədədlər 6-dır, 7-dir, 8-dir, 9-dur. Neçə dənə ədəd oldu burada? 4 dənə ədəd oldu. Deməli 5-10 aralığındakı ədədlərin sayı, natural ədədlərin sayı 4 dənədir.
İndi hər səfərində biz bu şəkildə yazıb tapmayacaq sayı. Yəni kiçik aralıqlar verəndə həm yazırsınız, sayını tapırsınız. Amma birdən böyük ədədlər olsa, məsələn, arasındakı məsafə, yəni say çox olarsa, da onları bir-bir yazmağa ehtiyac yoxdur. Məsələn, 2 ilə 30 götürürəm. İndi burada bir-bir ədədləri yazmayacaqsınız, o şəkildə sayını tapmayacaqsınız. Qısa yol nədir uşaqlar? Əgər ikisi də açıq mötərizədirsə, bunlar arasındakı natural ədədlərin sayını tapmaq istəyirsinizsə, bunların fərqindən 1 çıxacaqsınız. Yəni 30 ilə 2-nin fərqi neçə eləyir? 28 eləyir də. 28-dən 1 çıxacaqsınız. Eləcək 27. Doğrudan da siz bunlar arasındakı ədədləri yazsaz, 3-dən ta 29-a kimi də, onların sayı 27 dənədir. Sonra bir dənə də yazıram. Məsələn, 5-dən 17-yə kimi. Deyir ki, bunlar arasındakı natural ədədlərin sayını tapın. Bunların fərqi 17-dən 5-in fərqi neçə eləyir? Yəni 17-dən 5 çıxanda neçə eləyir? 12 eləyir. Bu 12-dən 1 çıxmalısınız. Bu eləyəcək 11. Demək, bunlar arasındakı natural ədədlərin sayı 11-dir. Yəni yuxarıdakılarda da yoxlayaq. Məsələn, burada biz 3 dənə tapmışdıq da. Görək burada da ödəyirmi? Fərqinə baxaq. 7-dən 3-ün fərqi neçə eləyir? 4 eləyir də, düzdürmü? Yəni 7-dən 3 çıxanda 4 eləyir. Amma bu 4-dən də 1-in çıxmalıyıq biz. Cavab eləyir 3. Doğrudan da eyni cavab alındı. Burada da 10 ilə 5-in fərqi eləyir 5. Amma bu 5-dən də 1-in çıxmalıyıq. Bu da eləyəcək 4. Doğrudan da eyni cavab alındı. Belə. Mötərizələr fərqli olanda da görək necə olacaq onlarda. Məsələn olsun 3, 7 aralığı. Burada artıq 7-ni görürsünüzmü? Qapalı mötərizə etdim. Qapalı mötərizə, buna qapalı mötərizə, kvadrat mötərizə deyilir. Nə deməkdir? Burada 7-nin özünü götürəcəyik. Deməli, 3-ü götürmürük, çünki 3 də açıq mötərizədir. 3-dən sonraki ədəd 4-ü götürəcəyik, 5-i götürəcəyik, 6-nı götürürük və 7-ni də götürürük. Çünki 7-nin mötərizəsi qapalı mötərizədir. Və bu mötərizədə olanda bu ədədin özünü götürməliyik. Neçə dənə ədəd oldu burada? 4 dənə ədəd oldu. Məsələn, başqa deyək, 5 ilə 10 arasında. Bu dəfə 5-i qapalı elədim, 10-u açıq. Fərqi yoxdur. Biri açıq mötərizə, biri qapalı mötərizə olsun əsas. İndi deyəcəyim düstur hamısında, yəni bu şəkildə olanları da ödəyəcək. 5-in özünü götürürük. 6-nı götürürük, 7-ni götürürük, 8-i götürürük, 9-u götürürük, amma 10-u götürməyəcəyik. Çünki onun mötərizəsi açıqdır. Neçə dənə ədəd oldu burada? 5 dənə ədəd oldu. Burada saylarını yazaq. 5, burada da 4 dənə olmuşdu. İndi burada tətbiq edəcəyimiz düstur nədir uşaqlar? İndi böyük ədədlər verilərsə, biz hər səfərində yenə yazmayacaq. Nə edəcəyik? Sadəcə bunların fərqini tapırıq. 7-dən 3-ün çıxırıq. Neçə eləyir? 4. Doğrudan da 4 dənə ədəd var. 10-dan 5-in çıxırıq. Neçə ədəd? 5. Doğrudan da 5 dənə ədəd var. Başqa deyək. Məsələn, 3 ilə 27 olsun. Deyir ki, bu aralıqda neçə dənə natural ədəd var? Sadəcə 27-dən 3-ün çıxırsınız. Cavab 24. Deməli, 24 dənə ədəd var bu aralıqda. Yəni, biri qapalı mötərizə, biri açıq mötərizə olarsa və bunların sayını bizdən istəyərsə, bu zaman onların fərqi elə onların sayı olacaq. İndi hər ikisini qapalı mötərizə götürək. 2, 5. Hər ikisi qapalı mötərizədir. Nə deməkdir? Mən burada 2-nin özünü də götürəcəm, 5-in özünü də götürəcəm. İndi bu aralıqdakı ədədlərə baxaq. 2, 3, 4 və 5. Yəni, bu aralıqdakı ədədlər bunlardır. Sayımız nə qədər oldu? 4 dənə oldu. Qeyd edək. İndi bunu düsturla necə tapacağıq? Uşaqlar, yenə bunların fərqini tapırsınız. Fərqi neçə eləyir? Yəni, 5 ilə 2-nin fərqi çıxsaq 3 eləyir. Amma bu dəfə bunun üstünə 1 gələcək. Oldu 4. Doğrudan da 4 aldıq mı? Aldıq. Sonra başqa 2 ilə 45. Deyir ki, bu aralıqdakı ədədlərin sayını tapın. 45 ilə 2-nin fərqi, yəni 45-dən 2 çıxanda 43 eləyir, yazdım. Amma üstünə 1 gəlməliyəm. Bu da eləyəcək 44. Doğrudan da bu aralıqda 44 dənə ədəd var. Yəni, istəsəz ədədləri bir-bir yazarsınız, görəcəksiniz ki, doğrudan da 44 dənə ədəd var. Əgər desə ki, burada artıq şərti fərqli cür verim. Sən götürək 10,
60. İkisi də qapalı mötərizədir. Deyir ki, bu aralıqda bizə demir ha, natural ədədlərin sayını tapın, bütün natural ədədlərin sayını. Deyir ki, bu aralıqda ədədlərdən neçəsi 5-ə bölünür. Aha, bu aralıqda 5-ə bölünən ədədləri biz tapmalıyıq. Məsələn, mən burada yazmalı olsam, bir-bir yazsam, məsələn, 10-dur, onun özünü götürəcəm, çünki qapalı mötərizədir. 10-dur, sonra 5-ə bölünən 15-dir, 20-dir, ta neçəyə kimi gedəcək bu? 60-a kimi. Bunları bir-bir yazmaq vaxt aparır. Bunun qısa yolu nədir? Yenə, uşaqlar, burada bunları bir-birinin fərqini tapırsınız. Yəni, 60 ilə 10-un fərqini tapırsınız. Deyir 50. 50-ni 5-ə bölürsünüz. Çünki 5-ə bölünənləri istəyir də bizdən. Üzərinə 1 gəlirsiniz. Qapalı mötərizədə çünki üstünə 1 gəlirdik. Üstünə 1 gəlirsiniz. Əgər biri qapalı olsa, digəri açıq olsa, yenə bunların fərqini tapırsınız. Yəni 60-dan 10-u çıxırsınız, eləyir 50. Neçəyə bölünən deyirdi bizə? 5-ə bölünən. 5-ə bölürsünüz. Burada nə çıxırsınız, nə üstə gəlirsiniz. Sadəcə 5-ə böləcək. Bu bunun həllidir, bu bunun həllidir. Hər ikisi də açıq mötərizə olarsa, yenə bunların fərqini tapırsınız 50. 5-ə bölürük. Açıq mötərizədə biz nə edirdik uşaqlar? 1 çıxmalıyıq da. Sonda da 1 çıxırsınız. Belə. Burada fərq sadəcə nə oldu? Həmin bu fərqi bizə dediyi ədədə bölürsünüz. Yəni, qalan digərləri eynidir. Məsələn, qapalı mötərizədə üstünə 1 gəlirdi. Məsələn, biri qapalı, biri açıq olanda heç bir şey etmirdik. Hər ikisi açıq olanda 1 çıxırdıq. Yəni, sadəcə fərq buradadır ki, burada 5-ə böldük. Məsələn, 4-ə bölünən desəydi, bu fərqi, məsələn, 4-ə böləcəkdim. Bunların yerinə 4 yazacaqdım. 3-ə bölünən desəydi, bura 3 yazacaqdım. 8-ə bölünən desəydi, bura 8 yazacaqdım bunlara. Bu da belə. İndi isə danışaq cüt və tək ədədlərdən. Bunlar o qədər də çətin deyil. Natural ədədlər cüt və tək olmaqla 2 qrupa ayrılır. İlk öncə cüt ədədlərdən danışaq. Sonu 0, 2, 4, 6, 8 rəqəmləri ilə bitən ədədlər cüt ədədlər deyilir. Uşaqlar, cüt ədədlərin hamısı 2-yə qalıqsız bölünür. Yəni, istənilən cüt ədəd götürün, 2-yə qalıqsız bölünür. Yəni, tam bölünür 2-yə. Cüt ədədlərdən ən kiçiyi 2-dir. Yəni, natural ədədlər biz bilirik ki, 1-dən başlayır. 1 cüt ədəd deyil. 2, 2, 4, 6, 8, 10, 12, 14, 2, 2 artır da. Yəni, bunlar cüt ədədlərdir. Sonsuzluğa doğru gedir. Ən kiçiyi hansı oldu burada? 2 oldu. Ən kiçik cüt ədədimiz 2-dir. Cüt ədədlər sonsuz saydadır və ümumi şəkli, cüt ədədlərin ümumi şəkli 2n olur. 2n ilə işarə edilir. Burada n natural ədəddir. Yəni, n-in yerinə istənilən ədəd qoya bilərsiniz. N-in yerinə 1 qoysaq, 2 vur 1, eləyəcək 2. N-in yerinə 2 qoysaq, 2 vur 2, eləyəcək 4. Yəni, hamısı cüt ədədlər alınır. N-in yerinə nə qoyursa qoyun, bunun cavabı cüt ədəd olur. Tək ədədlər isə sonu 1, 3, 5, 7, 9 rəqəmləri ilə bitən ədədlərə deyilir. 1-dən başlayır. 1, 3, 5, 7, 9. Bunlar da 2, 2 artır. 11, 13, 15 və s. Tək ədədlər də sonsuz saydadır və ən kiçik tək ədədimiz 1-dir. 1-dən başlayaraq sonsuzluğa doğru gedir. Tək ədədlər 2-yə tam bölünmür. Yəni, məsələn, istənilən tək ədəd götürək, 9-u götürək. 9 2-yə bölünürmü? Xeyr. Yəni, bunu yadda saxlayın ki, bütün cüt ədədlər 2-yə tam bölünür, amma tək ədədlər yox. 2-yə tam bölünmür. Ən kiçiyi 1-dir, sonsuz saydadır və tək ədədlərin də ümumi şəkli uşaqlar belədir. Düsturu, ümumi düsturu. 2n çıx 1. Üstəgəl 1 də yaza bilərsiniz, fərqi yoxdur onun. Əsasən belə götürülür. Yəni, burada n-in yerinə nə qoyursa qoyun, tək, cüt, fərq yoxdur. Bunun cavabı tək alınacaq. Məsələn, 1 qoysam, 2 vurulsun 1, bu 2. 2-dən də 1 çıxanda 1 alındı. Sonra n-in yerinə 2 qoyuram.
2 vur 2 4 eləyir. 4-dən 1-in çıxanda 3. Yəni n-in yerinə nə qoysa qoyun, cavabımız tək alınacaq. Bunu da yadda saxlayın ki, 0 nə tək, nə də cütdür. Yəni bu təklik, cütlük natural ədədlərə aiddir uşaqlar. Mənfi ədədlər nə tək, nə cütdür. Məsələn, -7 deyirlər. Bəzi uşaqlar deyir ki, -7 tək ədəddir. Xeyr, təklik və cütlük natural ədədlərə aiddir. Nə mənfi ədədlərə aiddir, nə sıfıra aiddir. Sıfır da natural ədəd olmadığına görə biz onu deyə bilmərik ki, nə təkdir, nə cütdür. Tək və cüt ədədlərin cəmi, hasili, qüvvətləri barədə danışaq. Tək ədədləri T hərfinə işarə edəcəm, cüt ədədləri də C hərfinə işarə edəcəm. Birinci başlayaq tək ədədlərin cəmindən. 2 dənə tək ədədi toplasaq bizə nə verəcək? Cüt verəcək uşaqlar. Bunu belə yadda saxlamaya ehtiyac yoxdur. Yəni ədədlər üzərində hesablamaqla tapa bilərik. Məsələn, 2 dənə tək ədəd götürürəm. Biri olsun 3, o biri olsun 5. Bunları toplayıram. 3 ilə 5 toplayanda 8 alınır. Cavabımız nə oldu? Cüt oldu. Yəni bu da təkdir, bu da təkdir. Bunları toplayanda nə alınır? Cavab cüt alınır. Sonra cütlə cütü toplasaq nə alınacaq? Elə cüt alınacaq. Məsələn, götürək 2 dənə cüt ədəd. Birini 2 götürək, birində 4 götürək. Toplasaq 6 alınacaq. Doğrudan da bu da cütdür, bu da cütdür. Cavabımız cüt alındı. Biri tək olsun, biri cüt olsun. Təklə cütü toplasaq cavabımız tək alınır. Məsələn, bir dənə tək götürək, olsun 3. O birisi də cüt olsun, olsun 4. Bunları toplasaq 7 alınacaq. 7 nədir? Təkdir. Yəni təklə cütü toplayanda cavabımız tək alınır. Sonra indi hasilə baxaq. Tək ədədlə tək ədədi bir-birinə vursaq. Cavab elə tək alınır. Məsələn, 2 dənə tək ədəd götürək. 3-lə 7. Bunları bir-birinə vursaq 21 alınır. Yəni tək alınır da. Bu təkdir, bu da təkdir. Cavabımız tək alınacaq. Sonra 2 dənə cüt ədədin hasilinə baxaq. Cüt alınacaq. Məsələn, 2 ilə 4 götürürəm. Bir-birinə vuranda 8 alınır. Cavabımız da cüt alındı. Bu cütdür, bu da cütdür. Cavabımız cüt alındı. İndi biri tək olsun, biri cüt olsun. Biri tək, digəri cüt. Bunların hasilinə baxaq. Cüt alınır. Məsələn, 3 götürürəm, bir də 8 götürürəm. Biri təkdir, biri cütdür. Bunlar bir-birinə vuranda 24 alınacaq. Yəni cüt ədəd alınacaq. Bu təkdir, bu cütdür. Bunların hasili isə cüt alınır. Bir də qaldı qüvvət. Silim yuxarıdan yazım. Qüvvət. Məsələn, tək ədədin qüvvəti. Üstünə n yazıram. Tək ədədin qüvvəti elə tək ədəddir. Məsələn, istənilən bir ədəd götürürəm. Tək ədəddən söhbət gedir. 5 götürürəm. 5-in qüvvətini 4 yazıram. 5 üstü 4. 5 üstü 4 eləyir 625. Yəni tək ədəd alındı da. Yəni 5-in üstündən neçə yazırsa yazın, tək ədəd alınacaq. Cüt ədədin qüvvəti elə cüt ədəddir. Məsələn, bir dənə 4 götürürəm. Cüt ədəddir. Qüvvətinə 3 yazıram. 4 üstü 3, 64 deməkdir. Yenə cüt ədəd alındı mı? Alındı. Yəni cüt ədədin qüvvəti elə cüt ədəd olur. Gəlin bu suala baxaq. Burada şərtdə nə deyir? Aşağıdakılardan hansı n-in bütün natural qiymətlərində cütdür? Yəni n-in yerinə tək də qoyun, cüt də qoyun. Yəni istənilən ədəd qoyun da cavab cüt alınmalıdır. Baxaq. A variantında birinci n-in yerinə tək ədəd qoyuram. Hər zaman uşaqlar kiçik ədədlər qoyun, böyük ədədlər qoyun, özünüzü əziyyətə verməyin. N-in yerinə kiçik bir tək ədəd qoyaq, 1 qoyaq. 1-in kvadratı üstə gəlinsin 2 vurulsun 1. Bunun cavabı nə edir? Bu 1-dir, bu 2-dir. Toplasaq 3. Tək alındı. Da bunu cütü qoymaya ehtiyac yoxdur. Çünki cavab tək alındı. Bizdən cüt istəyir. İndi burada qoyaq. 2 vurulsun 1. Üstə gəl 7. Bunun cavabı 9 alındı. Tək alındı. Bunu da çıxıram. Burada qoyaq. 1-in kvadratı üstə gəlinsin 1. Burada cavab 2 elədi. Cüt alındı. Aha. Tək rəqəm, tək ədəd qoydum, cüt alındı. İndi gəl cüt qoyaq. Görək onda da alınırmı? 2 qoyuram. 2-nin kvadratı üstə gəl 2. Bunun da cavabı bu 4 eləyir. 4-ün də üstə 2 gələndə 6. Cüt alındı. Aha, ikisi də cüt alındı. Deməli bu ödəyəcək. Doğru cavabımız burada C bəndidir. Yəni
N'in istənilən qiymətində cavabımız hər zaman cüt alınacaq. Növbəti suala baxaq. 3 ardıcıl tək ədədin cəmi 33 olarsa, bu ədədlərin ən böyüyünü tapın. 3 dənə ədədimiz var. Birinci, ikinci, üçüncü. Birinciyə x yazacağım. Bundan sonraki ardıcıl deyir də. Ardıcıl ədəd nə deməkdir? Məsələn, 3 dənə tək ədəd götürəm. 3, 5, 7 ardıcıl da bunlar. Bunlar neçə artıb? 2 artıb mı? Bayaqlar dedik. Cüt ədədlər də 2 artır, tək ədədlər də 2 artır. Yəni bundan sonraki nə olacaq? X üstə gəl 2 olacaq. Bundan sonraki nə olacaq? Yəni bunda üstünə 2 gəlsək nə olacaq? X üstə gəl 4. Bunların da cəmi eləyir, deyir 33'dür. Yəni bunları toplayaq. Üçünü də toplayıram. X bu birinci ədədimizdir. X üstə gəl 2. Bu ikinci ədədimizdir. X üstə gəl 4. Bu da üçüncü ədədimizdir. Bunların cəmi 33 etməlidir. 3 dənə x var. Yazıram 3x. Üstə gəl. 2 ilə 4'ü toplasaq eləyir 6. Bərabərdir 33'ə. 3x bərabərdir. Müsbət 6'nı o tərəfə keçəndə çıxma olacaq. Yəni 33'dən 6'nı çıxıram. Bu da eləyir 27. Mən 3x bərabərdir 27'yə. X də bərabərdir. Çox sildim. X də bərabərdir 27'ni bölürük 3'ə. Bu da eləyir 9. X'i tapdıq 9. Gətir qoyaq yerinə. 9 eləyir. Burada 9 üstə gəl 2. 11 eləyir. Burada qoyuram x'in yerinə 9. Üstə gəl 4. 13 eləyir. Doğrudan da bunlar ardıcıl tək ədəddir. 9, 11, 13. Və bunların cəmi də 33'dür. İndi isə uşaqlar ədədin bölənlərindən və bölünənlərindən danışaq. İlk öncə bunları bilək nə deməkdir. Sonra da keçəcəyik bölünmə əlamətlərinə. Bir dənə ədəd götürürəm. Olsun 18. 18'in bölənləri. Yəni 18 hansı ədədlərə bölünür? Birdən başlayaq. 1'ə bölünür, 2'yə bölünür, 3'ə bölünür, 4'ə bölünmür, 5'ə bölünmür. Oy, bu 5 oxşadı. 6'ya bölünür. Sonra 9'a da bölünür. Bir də özünə də bölünür. Yəni 18'in bölənləri oldu bu ədədlər. Bu ədədlərə bölünür. Bir də bölünənlər var. 18'in bölünənləri. Bunlar bölənlərdir. Bölənləri. Bir də bölünənləri var. Bölünən. Bölünənlər nə deməkdir? Yəni hansı ədədlər 18'ə bölünür? Elə özüdür. Yəni 18 18'ə bölünür. Sonra 36 18'ə bölünür. Sonra 54 18'ə bölünür. Bu şəkildə sonsuza doğru gedir. Bu sonsuz olur. Bölünənlər uşaqlar sonsuz sayda olur. Və fikir verin 18 18 artır. Biraz kiçik ədəd götürün. Bu böyük oldu. 5 götürək də. 5'in bölünənləri hansılardır? Elə 5'dən başlayır. 5'dir, 10'dur, 15'dir, 20'dir, 25'dir. Sonsuza doğru gedir. Bölünənlər sonsuz sayda olur. Yəni buradakı ədədlərin hamısı 5'ə bölünür. Bunlar 5'in bölünənləridir. Bölənləri desə, 5'in bölənləri. Hansı ədədlər, yəni 5 hansı ədədlərə bölünür? 1'ə bölünür, bir də 5'ə bölünür. Başqa nəyə bölünür ki 5 tam şəkildə? Bölən və bölünənlər bunlardır. İndi bölünmə əlamətlərindən danışaq. İlk öncə danışaq 2'yə bölünmə əlamətindən. Bayaqları dedik. Bütün cüt ədədlər 2'yə bölünür. Cüt ədədlər 2'yə bölünür. İkiyə bölünmə əlaməti budur. Yəni istənilən cüt ədəd götürün, hamısı 2'yə bölünür. Məsələn 10 olsun, 12 olsun, 20 olsun, 34 olsun və s. Məsələn 128 olsun. Bunlar hamısı cüt ədədlərdir və bunlar hamısı 2'yə bölünür. Sonra indi də 3'ə bölünmə əlamətindən danışaq. 2'dir. Bir də 3'dən danışaq. 3'ə bölünmə əlaməti. Hansı ədədlər 3'ə bölünür?
rəqəmlərinin cəmi 3-ə bölünürsə, deməli həmin ədəd 3-ə bölünür. Məsələn, ixtiyari bir ədəd götürürəm. 165 götürək. İndi baxanda bilmək olmur da bu ədəd 3-ə bölünür yoxsa yox. Gərək çubuqlu bölmə ilə böləsiz ki, tapasınız. Yəni bu ədəd 3-ə bölünürmü yoxsa yox. Qısa yolu nədir? Rəqəmlərinin cəmi 3-ə bölünürsə, deməli bu ədəd 3-ə bölünəcək. Gəlin baxaq. 1 üstəgəl 6 üstəgəl 5. Toplasaq nə edir bu? 12 edir. Aldığımız cavab 3-ə bölünürmü? Yəni 12 3-ə bölünür, bölünür. Bölünürsə, deməli bu ədədimiz 3-ə bölünür. Başqa ədəd götürək. 173. Baxaq görə bu 3-ə bölünürmü? Rəqəmlərini toplayıram. 1 üstəgəl 7 üstəgəl 3. 11 elədi. Uşaqlar, 11 3-ə bölünmür axı. Deməli, onda 173 də 3-ə bölünmür. Bu qədər bəsit. Növbəti 4-ə bölünmə əlamətinə baxaq. Hansı ədədlər 4-ə bölünür? Əgər son rəqəmi 0-dırsa, son 2 rəqəmi 0-dırsa və yaxud da son 2 rəqəminin əməlləri gətirdiyi ədəd 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Nə deməkdir bu? Əgər sonunda 2 dənə 0 görürsünüzsə, deməli həmin ədəd 4-ə bölünür. Məsələn, 100, 1200, 3000, yəni son 2 dənəsi, əsas son 2 dənəsi 0-dır. Son 2 dənəsi 0-dırsa, deməli bu ədədlər 4-ə bölünür. Və yaxud son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Nə deməkdir bu? Məsələn, götürək 2036. Son 2 rəqəminə fikir verin. 36-dır. 36 4-ə bölünürmü? Bölünür. Deməli, bu ədəd də 4-ə bölünür. Başqa baxaq. 116. Son 2 rəqəminə baxın. 16. 16 4-ə bölünürmü? Bölünür. Deməli, bu ədədin özü də 4-ə bölünür. Bu o deməkdir. Yəni, son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, deməli, həmin ədəd 4-ə bölünür. Bu 4-ə bölünmə əlaməti idi. 5-ə bölünmə əlaməti. 5-ə bölünmə əlaməti asandır. Yəni, hansı ədədlər 5-ə bölünür? Sonu ya 0 olmalıdır, ya da 5 ilə bitməlidir sonu. Ya 0, ya 5 ilə bitməlidir ki, bu ədəd 5-ə bölünsün. Məsələn, 15, 30, 100, 120, 305. Yəni, hamısını görürsünüz, son rəqəmi 5 və 0-dır. Bunlar hamısı 5-ə bölünür. 6-ya bölünmə əlamətinə baxaq. Uşaqlar, 6 biz bilirik ki, hansı vuruqlardan ibarətdir. Burada parçalayıram 6-nı. 2 vur 3 kimi yazıram. Aha. Əgər ədədimiz həm 2-yə, həm də 3-ə bölünürsə, deməli 6-ya da bölünür də, düzdürmü? Ədəd həm 2-yə, həm 3-ə bölünürsə, deməli həmin ədəd 6-ya da bölünür. Onda 6-ya bölünmə əlaməti necə olacaq? Ədəd həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir. 2-yə bölünmə əlamətini dedik, bayaq 3-ə bölünmə əlamətini də dedik. İxtiyari bir ədəd götürürəm. Olsun 120. Deyir ki, bu 120 6-ya bölünürmü? İndi düzdür, baxanda görmək olur 6-ya bölündü. İndi başqa bir ədəd verərsə, biraz tapmaq çətindir. Mən kiçik ədəd verdim ki, birinci buna baxaq, sonra biraz mürəkkəb ədəd deyəcəm. 120 ədədi 6-ya bölünürmü? Necə yoxlayacaq? Əgər 120 ədədi 2-yə də, 3-ə də bölünürsə, deməli 6-ya bölünür. 2-yə bölünmə əlaməti nə idi? Cüt olmalıdır. Cütdürmü bu? Cütdür. Deməli, bu 2-yə bölünür. 2-yə bölündü. 3-ə bölünmə əlaməti nə idi? Rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Rəqəmlərin cəminə baxaq. 1 üstəgəl 2 üstəgəl 0. 3 alındı. Aha. 3-ə bölündümü? Deməli, 120 də 3-ə bölünür. 3-ə də bölündü. Aha. 120 2-yə də bölündü. 3-ə də bölündü. Deməli, bu 120 6-ya tam bölünür. Başqa ədədə baxaq. 198. Görək bu 6-ya tam bölünürmü? Deməli, 2-yə bölünürmü bu? Cütdürmü yəni? Cütdür. Deməli, 2-yə bölünür. İndi baxaq görək 3-ə də bölünürmü? Rəqəmlərini toplayaq. 1, 9, 8. Toplayanda 18 elədi. Aha, 18 3-ə bölünür. Deməli, 198 də 3-ə bölünəcək. 3-ə də bölündü.
həm 2-yə bölündü, həm 3-ə bölündü. Belə çıxır ki, bu 6-ya da bölünəcək. 6-ya bölünmə əlaməti uşaqlar bu idi. İndi 8-ə bölünmə əlamətinə baxaq. 8-ə bölünmə 4 ilə bənzərdir. 4-də nə idi? Son 2 rəqəmi ya 0 olmalıdır, ya da son 2 rəqəmi 4-ə bölünməlidir. Yəni son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünməlidir. 8-də isə belə olacaq. Son 3 rəqəmi 0 olmalıdır və son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə bölünməlidir ki, bu ədəd 8-ə bölünsün. Son 3 rəqəmi 0 olmalıdır. Məsələn 1000. Görürsünüzmü? Son 3 rəqəmi 0-dır. Bu 8-ə bölünür. Sonra 23.000. Son 3 rəqəmi 0 olduğuna görə bu 8-ə tam bölünür. Və s. Son 3 rəqəmi 0-dırsa, bu ədəd 8-ə tam bölünür. Və yaxud ki, son 3 rəqəminin əmələ gətirdiyi ədəd 8-ə tam bölünürsə, bu ədəd 8-ə bölünür. Məsələn, necə bir ədəd olsun? Olsun 1008. Son 3 rəqəminə baxın uşaqlar. Yəni da bu əvvəldəki sıfırlar daha yazılmır da. 8 qalır da boş burada. 8 8-ə bölünürmü? Bölünür. Deməli bu ədədimiz 8-ə tam bölünəcək. Bu da belə. 8-ə bölünmə əlamətindən sonra gəlir növbəti 9-a bölünmə əlaməti. 9-a bölünmə əlaməti 3-ə bölünmə əlamətinin eynidir. 3-ə bölünmə əlamətinə nə demişdik? Rəqəmlərin cəmi 3-ə bölünməlidir. 9-a bölünmə əlamətində də rəqəmlərinin cəmi 9-a bölünməlidir. Məsələn, 207. Rəqəmlərin cəminə baxaq. 2, 0, 7. Elədir 9. 9 9-a bölünür, bölünür. Deməli 207 də 9-a bölünəcək. Sonra başqa 1100 olsun 60. 60 olmasın. 70 olsun. Hətta 79 olsun. Rəqəmlərin cəminə baxaq. 1, 1, 7, 9. Toplasaq eləyir 18. 18 9-a bölünürmü? Bölünür. Deməli, bu ədədimiz də 9-a tam bölünəcək. Bir də qaldı uşaqlar 10-a bölünmə əlaməti. 10-a bölünmə əlaməti də asandır. 10-a bölünmə əlaməti son rəqəmi 0 olmalıdır. Son rəqəmi 0-dırsa, bu ədəd 10-a bölünür. Məsələn, 20, 30, 120, 270, nə bilim 1170 və s. Yəni son rəqəmi 0-dırsa, bu ədəd 10-a bölünür. Belə bir suala baxaq. Deyir ki, K-nın hansı qiymətində, daha çox qiymətlərində bu 4 rəqəmli ədəd 3-ə qalıqsız bölünür. 3-ə bölünmə əlaməti nə idi uşaqlar? Rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Yəni bu rəqəmlərin cəminə baxaq. 4 üstəgəl 5, üstəgəl K, üstəgəl 6. Ədədləri toplasaq, eləyir 15. Üstəgəl K. İndi mən K-nın yerinə nə qoymalıyam ki? Yəni, hansı rəqəm? Bu da K rəqəmdir ya. K-nın yerinə hansı rəqəm qoymalıyam ki, aldığımız cavab 3-ə bölünməlidir. K-nın yerinə 0 qoysam, 0 rəqəmi də qoya bilərik. Baxın, 0 qoysam, 15 üstəgəl 0. 15 alınacaq. 15 3-ə bölünürmü? Bölünür. Aha. Deməli, K-mız 0 ola bilər. Yazaq yuxarıdan. K 0 ola bilər. 1 qoysam, 16 eləyəcək. 16 3-ə bölünmür. 2 qoysam, 17 eləyəcək. 17 3-ə bölünmür. 3 qoysam, 18 eləyəcək. 18 3-ə bölünür. Deməli, K-mız 3-də ola bilər. 4 qoysam, olmayacaq. Cəmimiz 3-ə bölünməyəcək. 5 qoysam olmayacaq. 6 qoysam olacaq. Toplasaq 21 eləyir. 21 3-ə bölünür. Deməli 6 da ola bilər K-nın yerində. 7 qoysam olmayacaq. 8 qoysam da olmayacaq. 9 qoysam olacaq. 15 ilə 9-u toplayanda 24. 24 3-ə bölünür. Deməli, K-mız 9 da ola bilər. Deməli, K-nın yerində bu rəqəmlər ola bilər. Yəni, əgər bizdən soruşursa ki, bu 3-ə tam bölünsün, deməli, K-nın yerində bu rəqəmlər ola bilər. 4-ü də ola bilər. İndi də bölmədən danışaq. Qalıqsız bölmə, qalıqlı bölmə.
Qalıqsız bölmə, yəni tam bölünür də, qalıq olmur. Ədədlər üzərində deyirəm. 8 bölünsün 2 bərabərdir 4. Uşaqlar, burada 8-ə bölünən deyirik. Bölünən, bölən, qismət. 8 bölünəndir. Bu böləndir. Bu da qismətdir. Buradan hərflərlə yazsam, A bölünsün B bərabərdir C. Hərflərlə yazdım. Bölünən, bölən, qismət. İndi burada A nəyə bərabərdir? A bərabərdir uşaqlar. B ilə C-nin hasilinə. Doğrudan da yuxarıda da sübutu var. 8 nəyə bərabərdir? 2 ilə 4-ün hasilinə. 2 vurulsun 4-ə. Məsələn, tənlik çıxır qarşımıza. Deyir, x bölünsün 7 bərabərdir 5-ə. X nəyə bərabərdir? X 7 ilə 5-in hasilinə bərabərdir. Yəni 7 ilə 5 də bir-birinə vuranda 35. Doğrudan da aparın qoyun yerinə. 35-i qoyun yerinə. 35-i 7-yə böləndə 5 alır. Yəni, bu yaddan çıxarmayın. Bu sadə bir şeydir. Qalıqlı bölmədən danışaq. Bunu nəyə görə dedim? Qalıqlı bölmədə lazım olacaq. Qalıqlı bölmə nədir? Yəni tam bölünmür. Məsələn, 8-i bölürəm 3-ə. 3 olmaz. Burada eyni alınacaq qalıq. 15-i bölürəm 7-yə. Uşaqlar, 15-in içində neçədən 7 var? Yəni 15-dən əvvəl hansı ədəd 7-yə tam bölünür? 14-dür də, düzdürmü? Yəni 14, təsəvvürün 14-dür bu. Bunun yerində 14. 14-ü 7-yə böləndə nə alınır? 2. Amma burada qalığımız var axı. 14-ü biz 7-yə böldük. Onda qalığımız nədir? 15-dən 14 çıxsaq, yerdə nə qalır? 1 qalır. Qalıq 1-dir. Yəni burada 1 artıqdır da. Belə başa düşün. Yəni 1 artıqdır. Yəni siz buradan 1-ini çıxsaydınız 14 olacaqdı. 14 7-yə tam bölünəcəkdir. Ona görə burada qalıq deyilir 1. Yəni 15 7-yə bölünür, 2 düşür, tam bölünmür. Yəni qalığımız da 1 olur. Sonra 20 bölünsün 3. 20-nin içində neçə 3 var? 20-dən əvvəl hansı ədəd 3-ə tam bölünür? 18 bölünür də, düzdürmü? 18-i 3-ə böləndə neçə eləyir? 6. Bəs qalıq neçə alınır? Burada nə artıqdır? 18 olsaydı tam bölünərdi. Deməli, neçə artıqdır? 2 artıqdır. 20-dən 18 çıxsaq neçə eləyir? 2. Qalıq burada 2 qalır. Burada deyirlər buna bölünən, bölən, natamam qismət, bu da qalıq. Natamam qismətli, yəni natamamdır. Tam deyil qismətimiz, natamamdır, qalığımız var. Qalıqlı bölmədə buna natamam qismət deyilir bunlara. Hərflərlə deyək bunu. Bunu silirəm. A bölünsün B bərabərdir C. Qalığı əsasən R hərfi ilə işarə edirlər. Fərqi yoxdur. Bununla da işarə edə bilərsiniz, R ilə də işarə edə bilərsiniz. Burada düsturumuz necə olur? A nəyə bərabərdir burada? Yenə B ilə C-nin hasilinə, yəni B vurulsun C, üstə gəlsin qalığımız R. Bu da düsturumuz. Doğrudan da yuxarıdakini tətbiq eləyək. Doğrudan da 15 nəyə bərabərdir? 7 ilə 2-nin hasili, yəni 7 vur 2, üstə gəlsin qalığımız. 7-ni 2-yə vuranda 14, üstə 1 gələndə 15 eləyir. Məsələn, sual verir. X bölünsün 5 bərabərdir 4. Qalığı da verib 2. Deyir, x-i tapın. X nəyə bərabərdir? 5 ilə 4-ün hasili. Üstə gəlsin qalıq. Yəni 2. Bu da edir 20, üstə gəl 2, 22. Yəni x-in qiyməti burada 22-dir. Bir də burada qeydlər var ki, onları yaddan çıxarmayın. Qalıq hər zaman uşaqlar böləndən kiçik olmalıdır. Gördüyünüz kimi burada qalığımız 1-dir. Bölənimiz də 7. 1 7-dən kiçik demək kiçikdir. Sonra burada qalığımız 2-dir. Bölənimiz də 5-dir. Görürsünüz qalıq, yəni 2 5-dən kiçikdir. Yəni hər zaman belə olur. İndi suallarda verir, belə bir suala baxaq. Deyir ki, bölən 7 olarsa, bölən 7 olarsa, deyir qalıq hansı ədədlər ola bilər? Biz bilirik ki, qalıq bölənindən kiçik olmalıdır. Yəni 7-dən kiçik ədədlər ola bilər də qalıq. Hansı ədədlər ola bilər? 6 ola bilər,
5 ola bilər, 4 ola bilər, 3 ola bilər, 2 ola bilər, 1 ola bilər, 0 ola bilər. 0 yəni qalıq yoxdur da. Bunu yaddan çıxarmayın. Qalıq hər zaman böləndən kiçik olmalıdır. Belə bir misal baxaq. Deyir ki, bu hasilin 5-ə bölünməsindən alınan qalığı tapın. İndi siz burada bunu vurub alınan cavabı 5-ə bölüb qalığı tapmayacaqsınız. Qısa yolu nədir uşaqlar? Ayrı-ayrılıqda hər birinin qalığını tapacağıq. Onları nə edəcəyik? Bir-birinə vuracağıq. Sonra alınan cavabın qalığını tapmaq asandır. Yəni bir-bir bunların qalığını tapaq. Birinci 152-nin qalığını tapaq. 152-ni kənardan bölürük 5-ə. 15-in içində 5 3 dəfədir. Buradan baxanda bilmək olur. Bunun qalığı 2-dir, bunun qalığı 3-dür. İndi zəif şagirdlər üçün mən bunu bu şəkildə hesablayıram. 15-in içində 5 3 dəfədir. Vurduq 15. Çıxanda 0. 2-ni də endirəm aşağı. 2 də 5-ə bölünmür. Deməli, buradakı qalığımız 2-dir. Yəni, bunu 5-ə böləndə qalıq 2 alındı. Yazıram 2. 2. Vurulsun. İndi bunun qalığını tapaq. 63-ü bölürük 5-ə. 6-nın içində 5 bir dəfədir. Biri 5-ə vuranda 5. Çıxılsın 1. 3-ü də endirəm aşağı. 13-ü 5-ə böləndə. Yəni 13-ün içində 5 2 dəfədir. 2-ni 5-ə vururam 10. Çıxılsın 3. 3 də 5-ə bölünmür. Qalığımız alındı burada 3. Bunun qalığı 2 alındı. Bunun qalığı 3 alındı. Yəni bunları bir-birinə vuraq. 6. Aha. Cavabımız alındı 6. İndi 6-nın 5-ə bölünməsindən alınan qalığı tapaq. 6-nı bölək 5-ə. 6-nın içində 5 bir dəfədir. Qalığımız da 1 qalır. İşte qalığı tapdıq. Cavab 1-dir. Yəni siz bir də bunları bir-birinə vurub, sonra aldığınız cavabı bölüb qalığı tapmırsınız. Bunların hər birinin ayrı-ayrı qalıqlarını tapırsınız. Həmin qalıqları bir-birinə vurursunuz. 6. 6-nı da 5-ə böləndə qalıq 1 alınır. Başqa bir ədədə baxaq. Başqa bir nümunəyə baxaq. Burada deyir ki, bu hasilin 3-ə bölünməsindən alınan qalığı tapın. Gəlin hər birinin ayrı-ayrılıqda qalıqlarını tapaq. Birinci 179-u. 179-u 3-ə bölüb qalığı tapaq. 17-nin içində 3 5 dəfədir. 5-i 3-ə vuranda 15. Çıxanda 2. 9-u endiririk aşağı. 29-un içində 3 7 dəfədir. 7 nə idi? 9 dəfə. 9-u 3-ə vuranda 27. Çıxıram 2. Da 2 də 3-ə bölünmür. Qalığımız elə budur. Deməli, bunun qalığını aldıq 2. Oxlayaq. 2. İndi bunun qalığını tapaq. 223-ü bölürəm 3-ə. 22-nin içində 3 7 dəfədir. 7-ni 3-ə vuranda 21. Çıxdıq. 1 qaldı. Bu 3-ü də endirəm aşağı. 13-ün içində 3 4 dəfədir. 4-ü 3-ə vuranda 12. Çıxdıq. 1 alındı. Qalığımız oldu 1. Bunun qalığı 2-dir. Bunun da qalığı 1-dir. Yəni bunları bir-birinə vuraq. Cavab alındı 2. Bu aldığımız cavab uşaqlar bizə deyir 3-ə bölünməsindən alınan qalığın. Bölünəndən kiçik olduğuna görə elə qalıq elə bunun özü olur. 2 olur. Yəni siz burada 2-ni 3-ə bölsəz qalıq nə alınacaq? Elə qalıq biz bilirik ki, böləndən kiçik olmalıdır. Elə böləndən kiçik olduğuna görə qalıq elə burada 2 olacaq.